4 kilometre. Hala gün havadır, yaxşıdır. Bax, qar yağanda da qayrılacaq. Ağsu rayonunun Hacıqədirli və Saravan kəndlərində yaşayanlar məktəbə getmək üçün 4 kilometr yolu qət etməlidirlər. Bunun üçün isə uşaqlar səhər saat 5-də yuxudan oyanmağa məcburdular. Üstəlik həmin saatlarda çöldə küçə itlərinin çox olması da ailələr üçün narahatlıq doğurur. Heç olma, bu asfalta gelib gəlsinlər. Bir qudurmuş etdiksə, buna ayrı. Qudurmuş yox, deyilsinə, mən bacımın oğlum burada asfalta küçədə maşın atdı, Allah haqqı. Hələ də düzəlmir, böyrəyə çıxıb tökülüb yerə. Adın nədir? Sən neçədə oxuyursan? Xoşun gəlirmi? Əmiyə də görüm, xoşun gəlirmi? Sən 4 kilometr gedib gəlməkdə saat neçədə gedirsən tezdən? Saat 5'te. 5'te iyi. Bunun nətər bunlara bir... Altıda durur, gücünə yeməyi, içməyi, gücünə mütər hocam çıxır. O vaxt gedir. Yağışlar, qarda soğuk. Bura isə 4 kilometr yoldan sonra şagirdləri gözləyən məktəbdir. Şagirdlər bu otaqda təhsil alırlar. Qızdırıcı sistemi olmayan otaq odun sobası ilə qızdırılır. Yağış yağarkən isə şagirdlərin başına su damır. Şagirdlərlə birgə həm də indiki və eks-prezidentlərin rəngli portretləri də islanır. Sinif otağının şəraitsizliyindən dərslər bir növbəli sistemdə keçirilir. Kənd sakini Rəhman İslamov deyir ki, 1-ci, 2-ci, 3-cü və 4-cü sinif şagirdləri eyni vaxtda bir part arxasında dərs keçirirlər. O sual edir ki, bu sistemdə uşaqlar hansı dərsi qavraya bilərlər? Bax, bu bizim peşimizdir. Bunu gətirib, burada işləyən xadimə bununla yandır, qamışla yandır. Amma qaz xətti pəncərənin qabağındadır. Burada 1-ci, 2-ci, 3-cü, 4-cü sinif bir növbəli dərs keçir. 4 sinif bir partada oturub hansı dərsi qavrayırlar? Bir dənə müəllimə dərs keçir burada. 4 dənə sinif. Nədir 4 sinifə? 1-ci, 2-ci, 3-cü, 4-cü sinif bəlkə məktəbdir bu. Gəlib burada bir partada 4 uşaq oturur. O hansı dərsi qavraya bilər? Rəhman İslamov təkcə qazın yox, həm də suyun, telefon xəttinin də olmadığını deyir. Əlavə edir ki, internetin nə olduğunu kənd uşaqları bilmir. Onlar sadəcə bu sözü televizordan eşitiblər. Nə bizə belediyə ax qazmır, su gətirmir. Deyən kimi də belediyə deyir ki, mən nüftür. Mənim heç bir vəsaitim yoxdur, nə su çəkər. Başqa kəndlərdə telefon, içməli su evlərində. Telefon xətti çəkdilər, bu qədər xətt götürür. 50 metrəlikdə, 50 metrəliyimizdə telefon xətti gedir, bizdə yoxdur. 50 metrəliyimizdə... İnternetten istifadə yoxdur. İnternet nə olduğu bizim uşaqlar ancaq televizorda görürlər ki, internet deyirlər. Amma heç bir anlayışı yoxdur. Bütün bu problemlərlə yanaşı, kənd əhlinin 600 hektar torpaq sahəsini də adı bilinməyən bir nəfər özəlləşdirib. Sakinlər adamın kimliyini nə qədər öyrənməyə çalışsalar da, onlara heç bir məlumat verilməyib. Hazırda kənddə körpü tikilir, lakin kəndin sakinləri bu körpü tikintisində işlə təmin edilmirlər. Neçədə vərəndən getmişik, deyirlər sizə iş yoxdur. Özümüzün şirkətimiz var, müəllim şirkət göndərib işləyəcəyik, özümüz eləyəcəyik. Görür bizim kəndin içində, bekar gəlməkdə belə hallar fəhlə işləyək qoymurlar. Bax, bu kəndin özünün bazarı olub. Buradan elə bir kiçik karvan yolu gedib. Kürdəmirdən, İmişlidən, Salyandan gəlib buradan İsmailli rayonuna gediblər. Lağda yolu, bu yol lağa gelmişdi yox. Bəli, bax buradan yol olub. Ancaq bugünkü gün satılıb hər şeyimiz, yoxdur heç nə. İşıq şalvarlarında azca külək asan kimi 2 gündən işıqsız qalıb. Gələk müraciət edirik, zəng edirik, işıq idarəsinə gəlib işıq. Məktəbə gəlmək üçün 4 kilometr yolu qət edən şagirdləri odun peçi ilə qızınmağa məcbur olan bu sinif otağı və 2 prezidentin portreti qarşılayır. Onları bir gün daha isti sinif otağının qarşılayacağı ümidi ilə elə sakinlərin çəkdiyi və Meydan TV-yə göndərdiyi videonu sonlandırırıq. Burada o uşaqlar nəzərsiz, nəsə